Canavar bütün dünyada en çok yayılmış yırtıcı heyvandır. Bu videoda size canavarlar hakkında 50 maraqlı fakt çatdıracağım. Müəyyən hava şəraitində canavarlar 9 kilometr uzaqlıqdan gələn səsləri eşidə bilir. Vikinglər döyüş ruhunu qaldırmaq üçün döyüşdən qabaq canavar qanı içirdilər. 20 min il yaşı olan mağarada insanlar tərəfindən qayada çəkilmiş canavar şəkilləri tapılmışdır. Canavarlar 200 milyona yaxın iyi hiss edə bilirlər. Təzə doğulmuş canavar balalarının gözü həmişə mavi rəngdə olur. Təzə doğulmuş canavar balaları həm kar, həm də kör olur. Qədim zamanlarda canavarlar yalnız tropik meşə və səhralarda yaşayırdılar. Canavar sürüsündə minimum 2-3 fərd, maksimum isə 30 fərd yaşaya bilər. Ac canavar bir oturuma 10 kiloqrama yaxın ət yeyə bilər. Canavarlar suda 13 kilometr məsafəyə qədər üzə bilirlər. Ən balaca növ canavarlar yaxın şərqdə yaşayır. Canavarlar bir-biri ilə ulamaq yolu ilə danışırlar. Qarğalar adətən canavar sürüsü yaşayan yerlərdə yaşayırlar. Qədim xalq olan Azteklər melanxoliyanı canavar ciyəri ilə müalicə edirdilər. Canavarlar nəsli kəsilmək təhlükəsinə görə qırmızı kitaba düşmüş ən birinci heyvanlardır.